Siz müəllimlər, xoş gördük hər birinizi. Bugünkü dərsimiz qiymətləndirmə haqqındadır. Qiymətləndirmənin hansı növlərini keçəcəyik bugün? Demək, diaqnostik qiymətləndirmə və beynəlxalq qiymətləndirmə haqqında danışacağıq. Digərlərinə isə gələn dərsdə yer ayıracağıq. Gəlin vaxt itirmədən dərhal başlayaq mövzumuza. Qiymətləndirmə nədir? İlk öncə belə bir giriş etmək istəyirəm ki, ənənəvi təhsilimizdə bilirsiniz də şagirdləri rəqəmlərlə qiymətləndirirdik. Gündəliyinə yazırdıq 2, 3, 4, 5 belə. 3 alan şagirdin valideyni baxırdı gündəliyə, deyirdi ki, demək ki, sən bu mövzunu öyrənməmsən, yaxşı bilmirsən ki, müəllim sənə 3 yazıb. Amma, bəs bu mövzuda hansı hissəni şagird bilmir, nəyi bilmir, o valideyni bəlli olmurdu. 3-ü gördü ki, sən heç nə bilmirsən, 2-ni gördüsə heç nə bilmirsən. Amma yeni sistemdə nədir? Deyirik, şagirdləri meyarlara əsasən qiymətləndiririk. Meyarlar özü 4 səviyyəyə bölünür. Demək, meyar nədir? Yəni, bir cümlə şəklində yazırıq da, düzdürmü? Gündəliyə. Təbii ki, bu vaxt aparır, həqiqətən zaman aparır, biz bunu bilirik, amma reallığa da qalanda meyar yazmaq daha yaxşıdır. Çünki niyə? Səbəb nədir? Ən azından bunu oxuyanda valideyn bilir ki, şagird bu mövzunun hansı hissəsini bilir, hansı hissəsində zəifliyi var, bəlli olur. Təbii ki, belə deyim də, artıq bu meyarlara əsasən qiymətləndirmə aparıldıqda ilk əvvəllər valideynlər bununla razılaşmırdı. İndi yəqin ki, sizin işlədiyiniz məktəblərdə də olur. Şagird deyir ki, müəllimə nə olar rəqəmlə yazın, deyir, anam bundan heç nə baş atmır. Yəqin ki, sizə də belə deyən şagirdlər olub, düzdürmü? Deyir ki, müəllimə deyilən rəqəmlə yazsın. Amma valideyn indi bəzi valideynlər dediyim kimi başa düşür ki, meyarla qiymətləndirmək daha yaxşıdır. İndi bir nümunədə deyəcəm. Amma digərləri rəqəmi bilmək istəyir ki, konkret budur, 2-dir, 3-dür və ya da ki, 5-dir. Meyarın niyə deməli üstünlüyü var adi digər rəqəmlərdən? Baxın, məsələn, indi yazırıq şagirdin gündəliyini, hansı bir nəyi misal çəkim sizə? Tutaq ki, Azərbaycan dili müəllimi orfoqrafiyanı və ya da ki, orfoepiyanı keçib, orfoepiyada bilirsə düzgün tələffüz qaydalarıdır. Şagirdin gündəliyinə yazır ki, sözləri düzgün tələffüz edirsən, amma məsələn nəyi misal çəkək? Ən çox da ibtidai siniflərdə belə problem olur. Tələffüz zamanı demək hərfləri bir-birindən qarışdırırlar tələffüzə. Tutaq ki, ç-çını düzgün tələffüz etmirsən, düzdürmü? Sözlərin düzgün tələffüzü yaxşıdır, lakin ç-ç samitlərin qarışdırırsan tələffüz zamanı. Və necə misal çəkimsə, bəzi şagirdlər ibtidaidə fikir versəniz, çörək və ya da ki, deyir çörək, ç və ya da ki, digər hərflər də misal çəkmirlər, tələffüzdə bir-birinə qarışdırırlar. Səsləndirilmədə və ya da ki, c, digərlərdə indi misal çəkmiyorlar. Əsas məqsədim nədir? Əsas mahiyyəti çatdırmaqdır ki, sizə. İndi biz bunu şagirdin gündəliyinə yazanda, valideyn də oxuyanda bəli, artıq valideynə bəlli olacaq ki, bu şagird demək, sözlərin düzgün tələffüzünü artıq yetərincə başa düşüb, amma problem hardadır? Tutaq ki, ç-la ç-nı tələffüzə qarışdırır. Çörək demək əvəzinə deyir çörək. Artıq başa düşdükmü? Amma məsələn rəqəm yazanda nə edir? 3. Yəni bilinmir bu şagird bu mövzunu harasını bildi, harasını bilmədi. Demək əslində bu tendensiyadan biraz həqiqətən də çıxmaq lazımdır ki, yəni o rəqəm xatirinə. Bunun bir digər mənfi tərəfi də var ki, o rəqəm xatirinə oxuyurdu şagirdlər ki, yəni 5 alım, 4 alım bir belə deyim də, sanki rəqabətə girirdi ki, belə deyim də, mənim 5-lərimin sayı çoxdur, belədir. Amma meyar nə edir? Artıq bu tendensiyadan, bu fikirdən biraz şagirdləri çıxardır ki, yəni bizə artıq sən bunu özün üçün oxuyursan ki, öyrənmə baş versin burada. Yoxsa yalandan 5 aldım, 4 aldım və ya da ki, neçə aldım, yox. Amma meyar əsasında şagird nəyi bilir, nəyi bilmir, özlərində belə deyim də işləsin, müəllimin köməyi ilə, valideynin köməyi ilə, yəni biraz da inkişaf baş versin, düzdürmü? Bu belə. Yəni qiymətləndirmə haqqında biraz ümumi danışdıq. İndi gəlin görək kitab bizə əlavə olaraq nələr deyir, bu haqqda öyrənək. Deyir ki, görək nə deyir. Deyir, düzgün qiymətləndirmə praktikası effektiv öyrətmə və öyrənmənin əsas elementlərindən biridir. Bəli, effektiv öyrətmə, yəni müəllim tərəfindən, öyrənmə şagird tərəfindən, yəni bu qarşılıqlı olmalıdır. Deyir, araşdırmalara görə qiymətləndirmə şagird nailiyyətinə müsbət təsir edir. Müsbət təsir edir. Aha, deyir, nə vaxt? Deyir, şagirdlərə fəaliyyətləri barədə düzgün istiqamət verirsə. Aha, deməli, deyir ki, qiymətləndirmə şagird nailiyyətinə nə vaxt müsbət təsir edə bilər? Əgər şagirdlərə fəaliyyətləri barədə düzgün istiqamət verirsə, bayaq dedim, tutaq ki, sən belə deyim, düzgün tələffüzü bilirsən, amma bunları qarışdırırsan və ya da ki, yazılış, orfoqrafiyadan bağlı nəyə demək olar? Düzgün yazılışdır da, tutaq ki, sənin xəttin yaxşıdır, nə deyək buna, hüsn xətt qaydalarıdır da, düzdür, indi Azərbaycan dili müəllimləri daha dəqiq bilir. Amma tutaq ki, xəttin gözəldir, hüsn xətt qaydalarına əməl eləyir,
eləyirsən, amma nə bilim hansı hərflərin yazılışında səhvliyə yol verirsən. Deməli, düzgün istiqamət vermək lazımdır. Öyrənmə üçün aydın bir standartlar müəyyənləşdirirsə, şagirdin inkişafını izləmək davamlı şəkildə aparılırsa, yəni izlənilirsə, şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləyirsə, demək müəllimlər, deməli deyir ki, qiymətləndirmə testlərə də düşə bilər. Şagird nailiyyətinə müsbət təsir edir. Nə vaxt, nə zaman? Deyir, əgər şagirdə onun fəaliyyəti haqqında düzgün istiqamət verirsə, sənin qiymətləndirmən əziz müəllim. Sonra öyrənmə üçün aydın standartlar müəyyənləşdirilirsə, öyrənmək üçün aydın standartlar, tutaq orada biz yazırıq da, hansı hissədə zəiflik var, nədir? Öyrənmək üçün artıq bu şagirdə bəlli olur. Sonra inkişafı davamlı şəkildə təmin olunursa, izlənilirsə, bir də nə deyir ki, şagirdin ehtiyaclarını qarşılamaq naminə təlimi tənzimləyirsə, qısa desək düzgün fəaliyyəti barədə düzgün istiqamət, aydın standart, davamlı inkişaf, bir də ehtiyacını qarşılamaq. Müsbət təsirləri deyəndə bunları yada salaq. Bir də ki, onu da unutmayaq ki, müəllimlər, qiymətləndirmə deyir ki, şərait yaradır. Şərait yaradır. Bəs nəyə şərait yaradır? Baxın, təkcə şagirdin, belə deyim də, öz öyrənməsi haqqında biliyə, bacarığa məlumatlı olması deyil, müəllimin də özü üçün. Baxın, müəllimin öz fəaliyyətinin effektivliyini təhlil etməsinə şərait yaradır, həmçinin qiymətləndirmə təkcə şagird üçün yox, müəllim üçün də. Gələcək fəaliyyətini planlaşdırmasına, şagirdlərin inkişafını və təlim nailiyyətlərini izləməsinə. Buna bir nümunə çəkin. Baxın, indi biz sizləri hazırlayırıq MİQ və sertifikasiyaya, düzdürmü? Gedib nəticəniz yüksək olanda, bu mənim özüm üçün də bir qiymətləndirmə aparıram ki, deməli mən düzgün bir strategiya seçmişəm, düzgün nə bilim proqramı düzgün tədris etmişəm ki, nəticələrimiz yüksək olub. Yox, əgər sizin gedib nəticələriniz zəif olanda, bunun bir günahı sizdə olsa da, bir günah da demək ki, məndədir. Mən özüm üçün də qiymətləndirmə aparıram ki, deməli mən də hardasa yanlışlığa yol vermişəm. Düzdür, düz deyil. Eyni ilə müəllimlər, məktəbdə də müəllim deməli, tutaq ki, hər hansısa bir mövzunu keçib onunla bağlı test işlədir, görür ki, sinifin çoxu, çox şagird artıq səhv yazır. Deməli, nə? Bu mövzunu müəllimdə də bir günahı var ki, yaxşı mənimsədə bilməyibdir. Elə deyilmi? Müəllim də öz fəaliyyəti haqqında müəyyən biliyə sahib olur. Sonra da deyir ki, şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığını müəyyənləşdirməsinə və öz fəaliyyətini planlaşdırmasına. İndi dediyimiz kimi ki, deyir, şagirdin qarşıya qoyulmuş, baxın, qiymətləndirmə nəyə şərait yaradırmış? Şagirdin qarşıya qoyulmuş təlim nəticələrinə nə qədər çatdığını müəyyənləşdirməyə və öz fəaliyyətini planlaşdırmağa ki, yəni biz bu mövzudan bağlı və ya digər də, yəni ümumi bir anlamda götürsək, təlim nəticəsinə nə qədər çatdıq, çatmadıq, bunu artıq belə deyim də müəllim özü üçün də yəqin eləyəndən sonra növbəti öz fəaliyyətini buna uyğun nə edəcəkdir, planlaşdıracaqdır. Daha sonra demək, görək bu hissələrdə əslində inkişafını izləmək, bayaqlar danışdığımız hissələrdə əslində biraz da geniş məlumat verdim ki, yəni burada da qeyd olunur ki, yəni valideynlərin fikirlərinə bağlı ki, yəni onların da fikirləri dəyişməlidir qiymətləndirməyə. Belə bu hissələri özünüz oxuya bilərsiniz. Aha, gəlin demək davam edirik hansı hissədən. Deyir ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi, ekranımız oynadı yerindən, qiymətləndirilməsi və monitoring sistemi. İndi düzdür, bu hissənin hamısını bir-bir oxumayacağam, amma nəzər salacağıq, yəni özünüz oxuya bilərsiniz, çətin bir şey yoxdur. İndi birazdan onsuz da vəzifələrdə aydınlıq gətirəcəm ki, bu hissəyə toxunacağıq. Demək, müəllimlər deyir ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi təhsil fəaliyyətinin zəruri tərkib hissəsi olaraq ardıcıl və sistemli xarakter daşıyır. Təhsilin keyfiyyətinin idarə olunmasına xidmət edir, bəli. Sonra deyir ki, şagirdlərin qiymətləndirilməsi şəffaflıq, etibarlılıq, obyektivlik, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanmaqla təhsilin inkişafına yönəldir. Düzdür, burada bir neçə prinsipi yazıb bu standartların içində, amma bizə ən vacib olan iki prinsipdir. İndi birazdan danışacağıq. Qiymətləndirmə prinsiplərinə uyğunluq, bir də etibarlılıq haqqında biz birazdan danışacağıq. Ən vacibləri, ən bizə lazım olanları. Ümumiyyətlə, belə deyək, qiymətləndirmənin gəlin öyrənək görək neçə növü var. Qiymətləndirmənin 4 növü var. Milli, beynəlxalq, yekun qiymətləndirmə, bir də məktəb daxili.
Demək, neçə növ oldu? 4 növ oldu. Hansılar? Bir də deyirik. Milli, beynəlxalq, yekun qiymətləndirmə, bir də məktəb daxili. Məktəb daxilinin də özü 3 növə bölünür. 3 qola: diaqnostik, formativ, bir də nə? Summativ. Demək, müəllimlər, indi elə bu hissədə də nəzər sala bilərsiniz. Deyir, şagird nailiyyətlərinin qiymətləndirilməsi, məktəb daxili qiymətləndirmə, sonra hansı? Deyir, yekun attestasiya, milli, bir də beynəlxalq. Deməli, məktəb daxili qiymətləndirmə var, yekun attestasiya, milli və beynəlxalq qiymətləndirmə. Məktəb daxili qiymətləndirmənin özünün də 3 növü var. Hansılardır? Diaqnostik, formativ, summativ. Biz bu günləri diaqnostik haqqında danışacağıq. Bir də nə? Beynəlxalq qiymətləndirmə haqqında, digərləri haqqında isə gələn dərs danışacağıq ətraflı. Demək, müəllimlər, birinci danışaq, deməli, qiymətləndirmənin prinsiplərindən. Qiymətləndirmənin prinsiplərini, sonra qayıdacaq milli qiymətləndirmə haqqında çox az məlumat verilib olsa, beynəlxalqı da mən digər hissədə yazmışam, geniş şəkildə məlumat verəcəm. Birinci gəlin danışaq qiymətləndirmənin prinsipləri. Dedik, bizə vacib olan ən əsas 2 prinsipdir. Bunlar da testlərə düşür. Uyğunluq, yəni buna validlik də deyirik. Gəlin birinci bunun haqqında danışaq. Uyğunluq nə deməkdir? Bax, uyğun, adı üstündə. Belə deyim, müəllim tutaq ki, bu günləri riyaziyyatdan keçir, nəyi keçsin? Tutaq ki, sinus, kosinusdan bağlı bir mövzu keçir. Amma şagirdi qiymətləndirən zaman tamamilə fərqli bir mövzuya istinad edir. Nəyə deyim? Tutaq ki, nə bilim, müxtəsər vurma düsturlarının tətbiqinə. Və yaxud da ki, Azərbaycan dilindən müəllim keçir sayı. Sayı keçir, amma şagirdi qiymətləndirir feylə uyğun. İndi bu düzdür. Təbii ki, indi deyə bilərsiniz ki, bəzi mövzularda onsuz da uyğunluq var da. Elə mövzu var ki, onun içində başqa bir digər mövzuda azacıq da olsa öz əksini tapır. Müəllim ona görə də belə deyim qiymətən. Bu heç, bunlar ikinci versiyadır. Siz əsas mənim dediyimin mahiyyətini başa düşün, uyğunluğa gətirmək istəyirəm ki, yəni müəllimin mövzusu nədir? Bugünkü təlim nəticəsi nədir? Şagird nəyə çatmalıdır bu dərsin sonunda, düzdürmü? Deməli, bir uyğunluq olmalıdır. Müəllimin o keçdiyi mövzu ilə, deməli, qiymətləndirdiyi o məqam ki var, o mövzu ki var, belə deyək, onun arasında bir uyğunluq olmalıdır. Baxın, deyir, tutaq dedikdə, uyğunluq dedikdə deyir, nəzərdə tutulan hazırlanmış tapşırıqlar həqiqətən nəzərdə tutulanı ölçürmü? Həqiqətən nəzərdə tutulanı ölçürmü? Başqa sözlə desək, qiymətləndirmə əvvəlcədən planlaşdırılmış bilik, bacarıq üzrə olan sahələri ölçməlidir, deyir. Şagirddə nəzərdə tutulan bilik və bacarıqları formalaşdırıb, nəzərdə tutulmayan bilik, bacarığı ölçmək olmaz. Dediyim ki, müəllim bugün ismi keçir, amma şagirdi sifətə əsasən qiymətləndirir. Yenə də deyirəm, bir mövzunun içində o birisindən müəyyən qədər olsa yer ayrılır, biz bunu bilirik, amma ümumi anlamda söhbət gedir. Bu prinsiplə aparılan qiymətləndirmə, deyir, şagirdlərin təlim nəticələrindən hansısa nə dərəcədə çatdığını da asan şəkildə göstərə bilir. Etibarlılığa keçirin də etibarlılığa biz hələ keçmirik. Demək, nə deyir müəllimlər? Tutaq ki, sizə testlərdə düşə bilər ki, müəllim, məsələn, yenə deyirəm, elə bu mövzularda misal çəkə bilərik. Filan mövzunu keçib, amma şagirdi bunu əsasən qiymətləndirir. Deməli, burada hansı prinsip pozulub? Uyğunluq. Deməli, uyğunluq pozulub, validlik də deyirik buna. Və ya da ki, müəllim elə bu mövzunu keçib, bunu uyğunda qiymətləndi. Deməli, uyğunluq prinsipi gözlənilib. Düşünürəm ki, məsələn, başa düşmüş olarsınız. Gəlin belə bir nümunə çəkin. Biz bu günləri qiymətləndirmədən danışırıq. Düzdürmü? Mən sizə tutaq ki, izah eləyirəm qiymətləndirmənin prinsiplərin. Bu günləri summativ və digərlərinə əsasən heç nə bəhs eləmirik də bununla bağlı. Amma mən bir nümunə çəkmək üçün deyirəm sizə. Qiymətləndirmənin prinsiplərindən təkcə bunu izah eləyirəm. Bundan danışırıq, bu mövzunu keçmişik. Amma mən sizə summativ qiymətləndirmə, tutaq ki, və yaxud da ki, lap olsun, nə bilim, beynəlxalq digərləri, lap olsun qiymətləndirmə növündən danışmıram. Gedirəm sizi qiymətləndirirəm iş üsullarına əsasən. Deməli, burada mən hansı uyğunluğu pozmuş oldum? Hansı prinsipi, daha doğrusu uyğunluq prinsipini. Və yaxud da ki, lap belə bir misal deyirəm. Şagirdə müəllim summativ qiymətləndirmə keçirdir, düzdür. Tutaq ki, 5 mövzu keçmisən, amma summativə gətirib salmısan, digər hər hansısa bir nə bilim, kimya müəllimidir, gətirib 6-cı mövzudan da sual salıb. Amma halbuki sənin o planında birinci KSG-in 5 mövzunu əhatə eləməlidir. Gəlirsən, sən şagirdin bilik bacarığını o 6-cı mövzudan da sual salmısan, ona əsasən də ölçməyə çalışırsan. Deməli, nə uyğunluq prinsipini pozmusan. Düşünürəm ki, bu qədər nümunələr kifayət etdi. Etibarlılıq nədir bəs? Deyir, etibarlılıq dedikdə qiymətləndirmə nəticələrindəki davamlılıq nəzərdə tutulur. Gəlin bunu geniş izahını verək. Davamlılıq nə deməkdir? Baxın, belə deyim də müəllimlər.
Şagirdi biz ola bilər ki, gəlin bu hissəni də deyim sonra. Deyir ki, davamlıq şagirdlərin eyni, baxın, şagirdlərin eyni qiymətləndirmə tapşırıqlarını fərqli zamanlarda etdiyi zaman aldığı nəticələrin maksimum dərəcədə eyniliyidir. Baxın, davamlılıq. Deyir ki, etibarlıq deyəndə nə nəzərdə tutuldu? Davamlılıq. İndi izah eləyəcəm. Davamlılıq şagirdlərin eyni qiymətləndirmə tapşırıqlarını fərqli zamanlarda etdiyi zaman əldə etdiyi nəticə. Baxın, gəlin elə öz üzərimizdən bir nümunə çəkək. Heç şagirdlərin mövzularını qoyuram qırağa. Sizinlə tutaq ki, biz kurikulumun əvvəldə nə keçmişik? Hər hansısa bir mövzu deyim. Elə yenə də deyirəm ki, iş üsullarını keçmişik sizinlə, düzdür? Demək, müəyyən müddət keçəndən sonra baxın, tutaq ki, sizə iş üsullarla bağlı 10 sual təqdim eləmişdim. Siz onu işləyən zaman ilk əvvəllər, tutaq ki, belə deyim də 8 düzünüz var idi, 2 səhviniz 10 sualdan. Bax, eyni qiymətləndirmə tapşırığını fərqli zaman, indi buna nümunə, 1 aydan sonra deyirəm ki, və ya 2 aydan sonra deyirəm ki, müəllimlər, o sınağı təkrar işləyin. O sınağı təkrar işləyəndə sizin birinci sınaqda 8 düzünüz var idi. Təkrar işləyəndə gəlir sizə çıxır, nə bilim, 5 düz, 6 düz. Deməli, burada nə pozulub, hansı prinsip? Etibarlıq, davamlılıq pozulub. Amma yox, siz həmin vaxt 8 düzünüz vardı, indi oldu 7 düz. İndi harca biraz uyğunluq gəlir də, etibarlıq, davamlı. Və ya da ki, 8 düzünüz vardı, indi oldu 9 düz. Əsas odur, fikrimi tuta bilirsinizmi? Eyni qiymətləndirmə tapşırığını fərqli zamanda işlədiniz. Tutaq ki, orada yazırı 80% nəticə, faizlə də deyə bilərik. İndi siz tutaq ki, birinci 80% nəticə göstərmişsiniz, ikinci dəfə fərqli zamanda, 2 aydan sonra işləmirsən, 55% nəticə göstərmişsən. Deməli, burada davamlılıq yoxdur. Sonra digər bir məqamı da var bunun. Aha, indi bu hissəyə diqqət eləyin. Deyir, etibarlılığın başqa göstəricisi isə eyni mövzular üzrə, lakin fərqli tapşırıqlar verilə bilər. Bax, ikinci məqam budur. Eyni mövzu, fərqli tapşırıq. Bayaqları mən sizə iş üsulları ilə bağlı dedim ki, yəni eyni sınağı fərqli zamanda işlədiniz, düzdürmü? Biri 1 ay əvvəl idi, bir də üstündən 2 ay keçəndən sonra dedim ki, təkrar işləyin. Amma indi eyni mövzu. İndi mən sizə təqdim eləyirəm, iş üsullarla bağlı yeni bir sınaq hazırlayıram. Eyni mövzudur, amma tapşırıq, ora saldığım suallar, tapşırıqlarımız fərqlidir. İndi yenə də nəticədə bayaqçı kimi faiz göstəricisindən deyə bilərik, səhvlərimizin, düzlərimizin sayı ilə deyə bilərik. Əgər bir-birinə yaxınlıq varsa, əvvəlki nəticəyə uyğun nəticə göstərmişiksə, deməli nə? Burada bir etibarlıq, davamlılıq təmin olunub. Yoxdursa, deməli bu prinsip pozulmuş olacaqdır. Düşünürəm ki, uyğunluq və etibarlılığı nə etdik? Geniş şəkildə nəzərinizə çatdırdıq. İndi keçək, gəlin danışaq nədən? Diaqnostik qiymətləndirmədən danışaq, sonra keçərik beynəlxalq qiymətləndirməyə toxunarıq. Demək, diaqnostik qiymətləndirmə nədir? Diaqnostik qiymətləndirmə haqqında təbii ki, işləyən müəllimlərin az-çox məlumatı var, düzdürmü müəllimlər? Diaqnostik qiymətləndirmə. Belə deyim, diaqnostik qiymətləndirmənin reallığına qalanda şagirdin biliyi balla, qiymətlə ölçülməməlidir. Yəni, şagirdə qiymət bal yazılmamalıdır. Düz indi bəzi məktəblərimizdə, indi hər məktəbin öz tələbi var, diaqnostik hazırlanır, müəllim orada balla qeydlərini aparır və s. Amma bu düzgün deyil. Balla, qiymətlə, yəni orada belə deyim, bir vərək kimi də, summativ qiymətləndirmə kimi, sadəcə bu diaqnostikdir. 10 dənə sual tərtib eləyir, müəllim orada qoyur 5 ballıq sual, 3 ballıq, axırda da yekunda da yazır ki, 67 bal, 65 bal, bu düzgün deyil. Diaqnostik qiymətləndirmədə bu hallar yol verilməz əslində. Diaqnostik qiymətləndirmə nə üçün keçirilir, necə keçirilməlidir? Gəlin bu haqda danışaq. Yəni, ilkin bilikləri yoxlamaq. İlkin bilikləri yoxlamaq lazımdır. Baxın, diaqnostik qiymətləndirmədə deyir müəllimə şagirdlərin güclü və zəif tərəflərini, bilik və bacarıqlarının mövcud vəziyyətini, bax, mövcud vəziyyət söhbətini görsəniz, müəyyənləşdirməyə imkan verən qiymətləndirmədir. Deyir ki, baxın, buna bir nümunə nəyə çəkək? Məsələn, tutaq ki, xəstələnmişik, gedirik həkimə. Düzdürmü? Həkim birinci bir bizə analizlərə göndərir, diaqnoz eləyir. Düzdürmü? Bir ilkin diaqnoz qoyur da, düzdür. Bu olur diaqnostik qiymətləndirmə. Gedişat, proses, müalicələr yazır, davamlı həkim tərəfindən bizim o müalicəmiz izlənir və s. nəzarətdə saxlanır. Bu olur formativ. Ən sonda nə dərəcə sağaldıq, nə oldu? Bu da olur summativ. Düzdürmü? Buna belə bir nümunə çəkmək olar. Diaqnostik qiymətləndirmə, bilirsiniz ki, yeni dərs ili başlayır 15 sentyabrda. Bəli, həmin vaxt biz nə edirik?
diaqnostik qiymətləndirmə keçirdirik. Diaqnostik qiymətləndirmə deməli nə vaxt aparıla bilər? Dərs ilinin əvvəlində və yaxud da ki, ikinci yarım ilin əvvəlində. Sonra deyir, tədris resursunda nəzərdə tutulmuş hər bölmənin əvvəlində apara bilərsən. Məktəbdən məktəbə, bir məktəbdən digər məktəbə şagird gəldi. Sizin məktəbinizə hər hansı bir, tutaq ki, başqa məktəbdən şagird gəldi. Bu zaman keçirə bilərsən. Bir də sinifdən sinifə, tutaq ki, digər sinifdən sinifinizə şagird gəldi. Deməli, yeni dərs ilinin əvvəlində, ikinci yarım ilin əvvəlində, bölmənin əvvəlində məktəbdən məktəbə şagird keçirildi. Yəni bir məktəbdən digərinə, bir də sinifdən sinifə keçirilən zaman. Deməli, diaqnostik qiymətləndirmə haqqında nə yaddaşa vururuq? Yəni mövcud səviyyəni üzə çıxarmaq, şagirdin güclü zəif tərəflərini demək müəyyən etmək. Ondan sonra bir də müəllimlər məqsədi, bax deyir, bu məqsədi demək təlimi planlaşdırmamışdan əvvəl şagirdin biliş, bacarıq və yanlış bildiyi məsələləri müəyyənləşdirmək və effektiv təlimin təşkilinə də kömək eləyir. Yadda saxlayırıq bu bildiklərimizdən əlavə deməli effektiv təlimin təşkilinə kömək eləyir. Niyə? İndi deyəcəm. Bunu da qeyd edirik bir məqamda ki, deməli deyir ki, qiymətləndirmə növü tədrisin fərdləşməsinə, diferensial təlimə də imkan verir. Çünki sən artıq bilirsən ki, hansı şagirdin belə deyim də, hər hansı bir bölmədənmi deyim və ya da ki, nə vaxt keçirmisən də, indi bununla bağlı olaraq təbii ki, ilin əvvəlində mi keçirmisən? Yəni şagirdin güclü zəif tərəflərini bilirsən, artıq ona bir fərdi yanaşmanı da təmin edəcəksən gələcək dərslərində. Demək, müəllimlər, nəyi öyrənmiş olduq? Diaqnostik qiymətləndirmədən bağlı bunu da planlaşdırmanı unutmuruq. Deməli, təlimin effektiv şəkildə planlaşdırmasını. Belə deyim də, daxil olursunuz hər hansı bir 8-ci sinifə, 8 aya, belə deyək. Və orada ilkin diaqnostik keçirirsən, diaqnostik qiymətləndirmə, görürsən ki, bu sinifdə vəziyyət bərbaddır. Amma 8B-də də eyni diaqnostiki keçirirsən, görürsən ki, hə, burada vəziyyət yaxşıdır. Artıq müəllim növbəti fəaliyyətində bu sinifdə öz belə deyim də tədrisi necə qurmalıdır, təlimini necə qurmalıdır, artıq bunu planlayacaq özü üçün. Ki, yəni 8A-da vəziyyət gərgindir, bərbaddır, 8B-də vəziyyət budur. Deməli, təlimin effektiv planlaşdırmasına kömək elədir. Bunu da unutmuruq. Gəlin keçək mövzumuzun digər hissələrində görək nə var. Deyir ki, diaqnostik qiymətləndirməni effektiv aparmaqla müəllim şagirdlərin artıq mövzu ilə bağlı nə bildiklərini, nəyin öyrənilməsinə ehtiyac olduğunu bilməlidir. Bunun üçün aşağıdakı suallara cavab tapmaq kifayətdir. Şagirdlər artıq nəyi bilir? Bəli, şagird nəyi bilməlidir? Nə bilim, digər şagirdlərlə müqayisə təlim nailiyyətlərinə görə şagird yəni hansı səviyyədədir? Şagirdlərin təlim nailiyyətləri necə inkişaf etdirmək? Yəni bu diaqnostikin nəticəsində bu kimi şeylər artıq müəllimə aydın olmuş olur. Daha sonra davam edək bu hissədən müəllimlər. Diaqnostik qiymətləndirmə bütün qiymətləndirmədən əvvəl apardığından bütün qiymətləndirmələrdən deyir əvvəl aparılır, biz bunu bilirik. Mövcud vəziyyət üçün şagirdlərin bundan əvvəl həmçinin aşağı siniflərdə nəyi öyrənmiş olduqlarını aşkar edir. Bunları bilirik. Diaqnostik qiymətləndirmə üçün nəzərdə tutulmuş tapşırıqlardan həm də şagirdlərə bölmənin, bunları bilirsiniz, bayaqları dediyimiz hissələrdir. İndi burada bir məqam var, onu deyəcəm müəllimlər. Deyir ki, bölmənin sonunda nələri öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün də istifadə etmək olar. Baxın, digər diaqnostikdən ilin əvvəlində istifadə eləmisən. Nəzər tapşırıqlardan həm də deyir, şagirdlərə bölmənin sonunda nələri öyrənmiş olduqlarını müəyyənləşdirmək üçün istifadə eləmək olar. Lakin sonda bu qiymətləndirmə tapşırıqlarından istifadə olunması yenidən diaqnostik qiymətləndirmə keçirməyimiz anlamına gəlmir. Bu bilirsiniz nə deməkdir? Müəllimlər, indi deyəcəm. Bu cür istifadənin başqa bir üstünlüyü də vardır. Şagirdlər yeni bölmə haqqında ilkin biliklərini yoxlayır və bölməni keçib mənimsədikdən sonra eyni deyir sorğunu, testi təkrar işləyib nəticəni müqayisə etmək lazımdır. Öyrənmələrini özləri də ölçə bilərlər. Bu cür yoxlama şagirdlərə psixoloji olaraq yaxşı təsir edir. Çünki nailiyyət deyir əldə etdikləri hissəsinə sahib olurlar. Diaqnostik qiymətləndirmə müəyyən bir bala və ya düzgün cavabların sayını nəzərdə tutan bir rəqəmə dərsin əvvəlində dedim. Qiymətə əsaslanmır və şagirdlərin yekun qiymətləndirməsində heç bir təsiri yoxdur, bəli. İndi bu nə demək? Deyirsən, bölmənin əvvəlində aparmısan diaqnostiki, bir də o bölməni keçib bitirdim. Bölmənin sonunda nələri öyrənib şagird bir də keçirdi. Amma bu bölmənin sonunda keçirdiyin artıq diaqnostik sayılmır. Sadəcə müəyyən edirsən ki, əvvəl tutaq ki, şagird bunu bilirdi və ya bilmirdi, bölmənin sonunda isə artıq bunları bilir və ya da ki, digərlərin bilmir. Yaxşımı? Yəni bölmənin sonunda da aparıla bilər,
amma bu diaqnostik sayılmır. Sonra da dedik qiymət, bal və s. bunlardan aparmaq düzgün deyil. Bəzi məktəblərə sonradan təlimatlarda gəlir ki, müəllimlər, indi bilmirəm hansı məktəblərdə bu tətbiq olunur yoxsa yox, plus minus qoymaq. Yəni bu şagirddə 10 dənə sual yazmısan, ta ki yazın Məhəmmədli Aysel, düzdürmü? 10 dənə sualda birincidə plus, ikincidə minus, plus, minus, yəni bu şəkildə aparanlar da var. Yenə deyirəm, hələ bəzi məktəblərdə bal, qiymət söhbəti də qalıb, amma bu düzgün deyil. Digər bir məqam, bəs yaxşı, aşağıdakı deyir üsullar, diaqnostik qiymətləndirmə vasitələrinin nümunə. Diaqnostik qiymətləndirmə vasitələri görün, gəlin görək nələr ola bilər, bu haqda danışaq. Deyir, müəllimin özünü tərtib edərək tədris kursu, müəllimin özünü tərtib edən tədris kursu, yeni tədris vahidi və ya bölməsi öncəsi təqdim etdiyi tapşırıq. Yəni bu bilirsiniz nə deməkdir? Yəni müəllimin özünün hazırladığı tapşırıqlar, düzdürmü? Diaqnostik vasitə kimi istifadə edir. Sonra sinifdə aparılan sorğu əsasında aparıla bilər. BİBÖ cədvəl əsasında, BİBÖ-də yadınızdadır, müəllimlər deyirdik ki, diaqnostikin aparılmasında istifadə olunur. Sonra klaster, ikinci iş üsulumuzda xatırlayın, yadınıza düşdümü görəsən, klaster ən əsas iş üsullarından BİBÖ-dən klasterin adını çəkmişdik ki, diaqnostikdə kömək edir. Sinif müzakirəsi şəklində düzdür, əlavələr də eləmək olar ha müəllimlər. Çox artırmaq olar, amma hələ ki bunları yadda saxlasanız kifayət edər. Diaqnostik qiymətləndirmə ilə bağlı deyir aşağıdakı təşkilati işlərin həyata keçirilməsi tövsiyə edilir. Sinif rəhbəri tərəfindən hər bir şagird üçün bəli, ümumi təhsil müəssisəsində saxlamaq şərti ilə portfolio, buna qovluq deyirik də, qovluq yaradılır. Hər şagirdin qovluğuna, yəni o fənlərin sayı qədər faillər qoyulur, hər failin üstünə fənnin adı yazılır, bunları bilirsiniz. Əlavə olaraq bir faildə şagirdin sosial və digər ümumi fəaliyyətləri ilə bağlı nəzərdə tutulur. Deməli, hər failə şagirdin həmin fənlə bağlı deyir, yazılı materialları qoyulur. Hər hansı fənlə bağlı fail olduqda bu fənn üzrə daha yeni bir fail əlavə edilir. Bunları məncə yəni bilirsiniz. Hər bir müəllim şagirdlə bağlı ilkin müşahidələrini, meyl, maraq dairəsi haqqında rəyini, həmçinin şagirdin yazılı qeydlərini fənnə aid failə əlavə edir. Sinif rəhbəri portfolyosunun təşkilini, saxlanılmasını və burada olan məlumatların araşdırılıb təhlil edilməsini, rəhbərliyə və valideynlərə müvafiq məlumatlar verilməsini həyata keçirir. Diaqnostik qiymətləndirmədə deyir şifahi üsulla yanaşı, yəni yazılı da olaraq esse, nə bilim çalışma, açıq, qapalı tipli, bax qapalı tipli suallar da ola bilər ha müəllimlər. Açıq, qapalı tipli deyir test, situasiya tipli tapşırıqlar, yaradıcılıq və əl işləri kimi qiymətləndirmə vasitələrindən də istifadə etmək olar. Baxın, texnologiya müəllimləri bəzən deyir ki, diaqnostiki biz hökman testdən mi keçirməliyik və ya da ki, təsvirinci sənət müəllimləri baxın, nə deyir, yaradıcılıq və əl işləri kimi qiymətləndirmə vasitələrindən də istifadə edə bilərsiniz. Demək, belə müəllimlər, bu haqda da artıq diaqnostik qiymətləndirmə haqqında da geniş məlumatımız oldu, düzdürmü? İndi keçirik beynəlxalq qiymətləndirməyə. Aha, demək, biraz qayıtdım bu əvvəl hissəyə, sonra yenidən qayıdacağıq. Deməli, beynəlxalq qiymətləndirmə. Burada danışaq birinci milli qiymətləndirmə, bir də beynəlxalq haqqında düzdür, qısa məlumat verilib, amma mən geniş izahı birazdan verəcəm. Birinci danışaq milli qiymətləndirmədən. Deyir, milli qiymətləndirmə müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək məqsədi ilə 3-5 ildən bir təşkil olunur. Baxın, müəllimlər, demək, beynəlxalq qiymətləndirmə haqqında ne deyəcəm, amma milli bir də beynəlxalq ilə adı üstündə. Bax, beynəlxalq qiymətləndirmə odur ki, digər ölkələrin, müxtəlif ölkələrin şagirdləri arasında keçirilir. Ölkələrin, belə deyək də, o müqayisəsi aparılır, hə? Ki, yəni hansı ölkədə təhsil nə səviyyədədir, necədir və s. Şagirdlərin nəticəsində uyğun. Amma milli qiymətləndirmə, yəni adı üstündə, yəni burada digər ölkələrin iştirakı olmur. Məsələn, Tokiyo Azərbaycanda keçirilir öz şagirdlərimiz arasında. Sadəcə müxtəlif siniflərdə, ayrı-ayrı fənlər üzrə keyfiyyət dəyişikliklərini dəyərləndirmək üçün, bax bunu yadda saxlayın, keyfiyyət dəyişikliklərini dəyərləndirmək üçün və 3-5 ildən bir. Bir də qeyd edək, qiymətləndirmənin hansı növləri vardır? Milli, beynəlxalq, yekun qiymətləndirmə, bir də məktəb daxili. Məktəb daxilinin də özünün 3 növü oldu. Diaqnostik, formativ, summativ. Biz diaqnostik haqqında bu gün danışdıq. Summativ, formativ haqqında gələndir. Summativ özə bir də kiçik və böyük summativ ayrılır. İndi milli qiymətləndirməni bildik ki, keyfiyyət dəyişikliklərini dəyərləndirmək üçün 3-5 ildən bir təşkil olunur. Milli, ayrı-ayrı siniflərdə, müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzrə. Beynəlxalq haqqında indi danışacağım. Bir də yekun qiymətləndirmə haqqında da deyim, müəllimlər. Yekun qiymətləndirmə
qiymətləndirmə 9 və 11-ci siniflərdə aparılır. Yəni attestasiya, belə deyim də, attestat almaqdan ötürü. Düzdürmü? Attestasiyada deyilir buna, yəni ümumiyyətlə də belə deyim, 9 və 11-ci siniflərdə aparılan qiymətləndirmə yekun qiymətləndirmə, attestasiya imtahanı sayılır bu. Bu hissəyə diqqət eləyin. Deyir ki, ümumi təhsil müəssisələrində təhsil alanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta, nə deməkdir 9-cu sinif və tam orta 11 təhsil səviyyələrini başa vuran təhsil alanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Bayaq dediyimiz, yəni testdə yaza bilər də ümumi orta, tam orta təhsil səviyyəsini başa vuran zaman həyata keçirilən qiymətləndirmə deməli yekun qiymətləndirmə adlanır. Bunu da bilmiş olduq. Beynəlxalq qiymətləndirmə haqqında bura biraz nəzər salaq, sonra keçirik geniş izaha. Demək, belə, beynəlxalq qiymətləndirmədən görək burada nə yazır? Deyir, şagirdlərin təlim göstəriciləri əsasında ümumi təhsilin mövcud vəziyyəti barədə təsəvvür əldə etmək. Problemləri aşkara çıxarıb, həlli yollarını müəyyənləşdirmək. Beynəlxalq qiymətləndirmə dedik ki, ölkələr müqayisəsi aparılır. Digər ölkələrlə müqayisələr aparıb, inkişaf perspektivini deyir, proqnozlaşdırmaq üçün 3-5 ildən bir keçirilir. Deməli, milli qiymətləndirmədə 3-5 ildən bir, beynəlxalq qiymətləndirmədə 3-5 ildən bir aparılır. Ölkələrin müqayisəsi, məsələn, tutaq ki, deyir ki, Finlandiya təhsili və ya ki, Singapur, digər ölkələrin təhsillərinin müqayisəsi aparılır. Bir ölkə digər ölkədən nələrsə götürülür. Elə kurikulum bizə hardan gəlib? Elə kurikulum bizə hardan gəlib? Bunların müqayisəsi nəticəsində, düzdürmü? Və yaxud da ki, hələ də yeniliklər olunur. Nələrisə çatmaq istəyirik. Bizə təbii ki, indi hər şey birdən-birə alınmır, amma buna da belə deyək də illər lazımdır, zaman lazımdır. Keçək indi beynəlxalq qiymətləndirmə haqqında geniş danışaq. Aha, demək belə. Deyir ki, beynəlxalq qiymətləndirmə nədir? Əslində bayaq biraz danışdıq biz. Beynəlxalq qiymətləndirmə geniş mənada bir sıra ölkələrdə ümumi təhsil haqqında məlumat toplamaq və ondan bu və ya digər şəkildə şagirdlərin öyrənməsini təkmilləşdirmək. Bəli, yəni öyrənirik digər ölkələrdə, digər nə bilim dövlətlərdə təhsildə vəziyyət necədir, nə yenilik var, biz nələr edə bilərik, hansı nələri öz ölkəmizə gətirə bilərik, düzdürmü? İnteqrasiya edə bilərik təhsil sistemimizə. Nəyi gətirdik? Bayaq dediyimiz kimi kurikulumu. Xoş gəldi, hə? İndi orada neçəsə deyir ki, nə xoş gəldi. Aha, yaxşı. Deməli deyir ki, hansı beynəlxalq qiymətləndirmə? Aha, demək ən əsas müəllimlər Azərbaycanın da deyir qoşulduğu 3 əsas beynəlxalq qiymətləndirmə proqramı var. İndi əsas bunlardan danışacağıq. TIMSS, PIRLS, bir də ki PISA. Demək belə. 3 əsas, deməli Azərbaycan 3 əsas beynəlxalq qiymətləndirmə proqramına qoşulmuşdur. Birinci danışaq TIMSS haqqında. TIMSS-də deməli riyaziyyat, bir də müəllimlər təbiət elmləri üzrə aparılır. Beynəlxalq qiymətləndirmə proqramıdır. Deməli TIMSS-də hansı fənlər, hansı sahə yer alır desək, riyaziyyat və təbiət elmləri. Yaxşı. Bir də ki, beynəlxalq assosiasiya, belə deyim də, tərəfindən keçirilir. Bax, bunu yaddan çıxartmayın. Deməli, demək, burada yazır ki, deməli, təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə proqramıdır, bunu bildik. TIMSS şagirdlərin riyaziyyat və təbiət elmlərinə dair biliklərini ölçən beynəlxalq tədqiqatlardan biridir. Ondan sonra nə yazır? İmtahan riyaziyyat və təbiət elmlərinə aid sualları əhatə edir və nəticələrin deyir, təhsil alanların texnologiya və mühəndislik üzrə biliklərinin elə STEM dediyimiz, indi bəzilərinin STEM deyirsə STEM, bax, bu STEM layihəsində nəyin içində yer alır? Elə bu TIMSS-in içində bu proqramın biliklərin effektivliyini də monitorinq etməyə imkan yaradır. Demək, müəllimlər, indi beynəlxalq, indi onu qoy bir də vurğulayım. Yaddan çıxarmayın ki, TIMSS beynəlxalq assosiasiya təşkilatı tərəfindən keçirilir. Həm TIMSS, həm də PIRLS. Yaxşı, hər ikisi. Amma indi PISA-da deyəcəyik. PISA isə başqa. Onun haqqında birazdan deyəcəm. Deməli, deyir ki, TIMSS-də əldə etdikləri nəticələri digər ölkələrin nəticələri ilə müqayisə edə, güclü və zəif tərəflərini görə bilərlər. Aha. Demək, nə deyir bizə? Deyir ki, TIMSS-də əldə etdikləri nəticələri digər ölkələrin nəticələri ilə müqayisə edə, güclü və zəif tərəflərini görə bilərlər. Aha, bu bizə aydındır. Deyir, tədqiqat hər 4 ildən bir 4-cü sinif şagirdləri, deyir 8-ci sinif şagirdləri olduqda, baxın, yəni eyni şagirdlər arasında inkişaf tendensiyalarını izləmək üçün nəzərdə tutulub. Bu nə deməkdir? Baxın, qiymətləndirmənin 4 ildən bir 4-cü və 8-ci siniflərdə keçirilməsinin məqsədi budur ki,
əvvəlki qiymətləndirmə dövründə təhsil alan şagirdlərin cari qiymətləndirmədə hansı nəticə əldə etdiklərini müəyyən etmək. Demək, müəllimlər 4-cü sinifdə keçirilir, bir də 4 ildən sonra 8-ci sinifdə eyni şagirdlər arasında əvvəlki nəticədən sonraki cari nəticə nə olunur? Müqayisə olunur. Deməli, müəllimlər, TIMS haqqında nə öyrənmiş olduq? Riyaziyyat və təbiət elmləri üzrə deməli bilik bacarıqları yoxlanılır. İlk dəfə yadda saxlayaq ki, 1995-ci ildə aparılıb. Nə vaxt? 1995-ci ildə bunu yadda saxlayaq. Ondan sonra baxın, STEM dediyimiz STEM o da bura daxildir. Orada da nələr yoxlanılır? Deyirik ki, həm təbiət elmləri olsun, mühəndislik, riyaziyyat, texnologiya bu üzrə nə bilim digər bilik bacarıqları yoxlanılır, düzdürmü? Gələcək üçün şagirdlərdə daha çox belə deyək də fayda versin deyə. Daha sonra deməli bir də yadda saxlayaq ki, 4 ildən bir keçirilir. Bunu da yadda saxladıq. Başqa nə? Beynəlxalq assosiasiya tərəfindən keçirilir. Bir də ki, onu da yadda saxlayaq ki, müəllimlər, TIMS-dən demək nailiyyət o məlumatları şagirdlərin test nəticələri əsasında toplanır. Bir də anket sorğuları şkalası əsasında belə deyim də aparılır. Həm test nəticələri əsasında, bir də ki, anket sorğular, yəni sorğu şəklində keçirilə bilər. Yaxşımı yoxlanıla bilər, nə bilim belə deyək. Bu zaman yadda saxlayaq ki, milli səviyyədə, yəni nailiyyətlərin belə deyim də trendlərinin qlobal miqyasda monitoringi. Bunlar nə deməkdir? İndi aydınlıq gətirəcəm. Sonra deyirik ki, təhsil siyasəti haqqında məlumat toplamaq üçün də TIMS nəticələrindən istifadə edilə bilər. Yeni və yaxud da ki, yenidən işlənmiş təhsil siyasətlərinin monitorinqi aparıla bilər. Aşağı nəticə göstərən sahələrin müəyyən edilməsi və təhsil proqramları islahatlarının belə deyim stimullaşdırılması, şagirdlərin riyaziyyat və təbiət elmləri üzrə nailiyyətlərinin, yəni bu nailiyyətlərinə məktəb və ev mühitinin təsiri haqqında məlumat əldə olunması. Yəni bunlar biz nə deməkdir? Yəni bu digər şaxələr üzrə də aparıla bilər ki, məsələn tutaq ki, şagirdin öyrəndiyi, tutaq ki, bilik bacarıqları onun məktəb, ev mühitinə təsiri nə dərəcədədir? Sorğu əsasında aparmaq olar bunu. Sorğu əsasında, ondan sonra dediyimiz kimi test şkalası əsasında müəyyən test nəticələri əsasında aparıla bilər ki, yəni hansı hissədə zəiflik var, nədir, nə deyil, bunları inkişaf elətdirmək. Bu da belə. Demək, müəllimlər, TIMS haqqında bu qədər. Yəqin ki, müəyyən vacib hissələri yadda saxlamış olaraq. Təbii ki, Azərbaycanda belə deyim də bu 3 proqramdan hələ ki, Azərbaycan şagirdlərinin biraz ən uğurlu nəticə göstərdiyi TIMS proqramı olub riyaziyyat fənni üzrə. Riyaziyyat fənni üzrə deməli orada orta şkala səhv eləmirəmsə nəsə 500 olub, amma bizim şagirdlər 510 neçə toplamışdı. Yəni biraz o biri proqramlardan, məsələn deyirik ki, Pörüz, PISA-da var. Bunlarda biraz ürək açan nəticələr ilə də olmayıb bizim şagirdlərdə hələ ki indiyə qədər, amma TIMS-də biraz nəticə riyaziyyat fənni üzrə orta belə deyək də statistik nəticəni keçmişdir bizim şagirdlərimiz. Belə deməli TIMS haqqında bu qədər. Aha, indi danışacağımız proqram Pörüz. Deyir ki, biraz belə edək, bir dəqiqə müəllimlər, belə edim ki, tam görəsiniz. Beynəlxalq tədqiqat oxu və mətni anlama keyfiyyətinin araşdırılmasına xidmət edir. Dünya üzrə 4-cü sinif şagirdlərinin oxuyub anlama səviyyəsini və keyfiyyətini müqayisə edir, 4-cü siniflərini. Həmçinin milli təhsil sistemlərindəki deyir ki, fərqləri müəyyənləşdirir. Belə deyək də müəllimlər, Pörüzdə oxuyub anlama bacarıqları yoxlanılır. Oxuyub deyir mətni anlama nə demək elə oxu bacarığı, oxuyub anlama deyirik də bunu Azərbaycan dilində. Deməli TIMS-də hansı fənlər, hansı sahələr üzrə edir? Riyaziyyat və təbiət elmləri. Amma Pörüzdə deməli oxuyub anlama. Bunu belə yaddaşa vururuq. Sonra deyir ki, Pörüz tədqiqatının bütün materiallar təhsil nailiyyətlərinin qiymətlənməsi üzrə beynəlxalq assosiasiyanın tərəfindən, bəli, tədqiqat mərkəzi tərəfindən təşkil olunur. Demək, bayaqları TIMS-də dedim. TIMS-də, bir də ki, Pörüzdə beynəlxalq assosiasiya tərəfindən təşkil olunur. Yaxşı yadda saxlayırıq, amma birazdan PISA-da başqa bir şey deyəcəyik. PISA-da baxın, tədqiqat, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən keçirilir. Amma bunların ikisində isə beynəlxalq assosiasiya təşkilatı tərəfindən və 5 ildən bir keçirilir. Deməli, indi buradan sual çıxır. Yada salın görək. TIMS neçə ildən bir? 4 ildən bir. Amma Pörüz 5 ildən bir. Bu necə yada saxlayayım?
Pörüs 5 hərfdir, hə, 5 ildən bir. Amma Timis, onu necə yadda saxlayın? Timis 2 eyni hərfi var. 2-ni 2-yə vuranda 4. Çox belə, çox gözəl məqam oldu sanki. Nəysə, necə istəsəniz yadda saxlayın. Timis də 4 ildən birdir. Pörüs 5 hərflidir. 5 B P. Pörüs P-dan başlayır. 5 cingiltili kar. Heç yerdə yoxdur belə açar sözlər. Nəysə. Deməli belə yadda saxlayırsınız. Sonra yer oxu bacarıqlarının inkişafı üzrə beynəlxalq tədqiqat olan Pörüs 4-cü sinifdə oxu materiallarının qavranılmasını beynəlxalq qiymətləndirilməsidir və 2001-ci ildən başlayaraq həyata keçirilir. Deməli neçənci ildən? 2001-ci ildən. Amma Timis nə vaxt ilk dəfə keçirilib müəllimlər? 1995-ci ildə. Amma deməli Pörüs isə 2001-ci ildən keçirilmişdir. Daha sonra görək nə qaldı? Uşaqların 4 il ibtidai təhsil səviyyəsində təhsil aldıqdan sonra nə dərəcədə yaxşı oxuduqları haqqında beynəlxalq müqayisə aparılır, bəli. Yəni ümumi desək, belə deyək də, ölkə səviyyəsində nailiyyət trendinin belə deyim izlənilməsi deyəndə nə nəzərdə tutulur? Yəni şagirdlərdə bununla bağlı qiymətləndirilmə aparıldıqdan sonra bilinir ki, artıq tutaq ki, şagirdlərimizdə oxuyub anlamada hansı hissədə zəifliklər var, onlar üzə çıxır, hansı hissələr daha da təkmilləşməlidir, düzdürmü? Nələr yenilik olunmalıdır ki, yəni şagirdlərin oxuyub anlaması daha da inkişaf etsin. Yəni bu kimi məqamlar artıq bizə aydın olmuş olur. Aha, son olaraq keçirik hara? PISA. Demək, belə ekranımızı belə edək. Beynəlxalq şagird qiymətləndirməsi proqramıdır. Ondan sonra nə deyir? Bütün dünya üzrə məktəblərin funksional savadlılığını və bilikləri praktikada tətbiq etmək bacarığını qiymətləndirmə. Baxın müəllimlər, savadlılığını və bilikləri praktikada tətbiq istəyir. PISA nə istəyir? Həmin o savadlılığı, bilikləri praktikada deyir tətbiq etmək bacarığını qiymətləndirməyə xidmət edir. Bax, bunu unutmayın. Ondan sonra tədqiqat, iqtisadi əməkdaşlıq və inkişaf təşkilatı tərəfindən keçirilir. Neçə ildən bir? 3 ildən bir. 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm hansı sahələr üzrə? Oxu, riyaziyyat və elm sahələri üzrə deyir ki, yəni bu sahələr üzrə keçirilir. Qazandığı biliklər həyatda, məişətdə qarşılaşdığı problemini həll etmişdir. Deməli, PISA-da deməli əsas məqam nə oldu? Həyatda tətbiq eləmək. PISA bacarıqları 3 kateqoriyada qiymətlendirilir. Təməl, orta və yüksək. Deməli, nə yadımızda qaldı müəllimlər? PISA-da riyazi bacarıqlar yoxlanılır, təbiət elmləri, bir də oxu bacarıqları. Yaxşımı? Deməli, riyaziyyat, ondan sonra nə oldu? Təbiət elmləri və oxu bacarıqları üzrə yoxlanılır. Onu da qeyd edək ki, demək, ilk dəfə 2000-ci ildə. İlk dəfə demək 2000-ci ildə, belə deyək də, tətbiqə başlamış. Düzdür, 1997-ci ildə hazırlanıb bu proqram, amma ilk dəfə tətbiqi 2000-ci ildə olmuşdur. İndi belə bir müqayisə aparaq. Dedik Timis, Pörüs, bir də PISA. Timis ilk dəfə 1995-də. Deməli, 1995-ci ildə aparılıb ilk dəfə. Pörüs dedik 2001-ci ildə, amma PISA 2000-ci ildə. 2000, sonra gəlir 2001 və hətta ki, belə yadda saxlaya bilərsiniz. Daha sonra Timis dedik ki, neçə ildən bir? Timis, S, 2 dənə qoşa hərfi, 2-ni 2-yə vurana 4 eləyir. 4 ildən bir keçirilir. Pörüs 5 ildən bir keçirilir. PISA dedik neçə ildən bir? 3 ildən bir. Bunu da necə yadda saxlaya bilərsiniz? PISA, bu 4 hərflidir, nə bilim, A-nı çıxsaq qalır pis. PISA, pisdir. 3 ildən bir. İllərində belə neçə ildən bir keçirildiyində belə yadda saxlaya bilərsiniz. Dedik Timis hansı üzrə? Sahələr üzrə, riyaziyyat və təbiət elmləri üzrə. Ondan sonra Pörüs hansı? Oxuyub anlama bacarıqları üzrə oldu, düzdürmü? Amma belə bir şey yadda saxlayın. PISA isə onların ikisinin birləşməsi. İkisinin birləşməsi nəyə deyirəm? Həm riyaziyyat, həm təbiət elmlərində, həm də oxu bacarıqları. Belə yadda qalarmı? Demək, nə? Dedik ki, PISA-da onların ikisinin bir yerdə birləşməsi. Başqa nə qaldı müqayisəsini aparaq? PISA-da dedik ki, praktik bacarıqlara ən çox üstünlük verilir. Belə müəllimlər, demək, nə lazım idisə demək olar ki, danışılır. Bir də PISA-da belə deyək də şagirdlərin açıq tipli, bir də fənlər arası inteqrasiya formatlı belə deyək də suallara nə dərəcədə cavab vermələri əsasda bu çox vacibdir, belə deyim. Açıq tipli və fənlər arası inteqrasiya.
Başqa da ki, deyəcəyimiz bir şey qalmadı. Belə müəllimlər. Yəni onu da əlavə eləyim ki, o açıq tipli, bir də ki, fənlərarası deyirik ki, inteqrasiya. Bunların bu bacarıqlar bizim şagirdlərdə biraz nəticələr daha zəif çıxmışdı. Yaxşımı? Açıq tipli, bir də ki, fənlərarası inteqrasiya formatında suallara cavab vermək, yəni nəticə etibarilə də belə deyim, bizim şagirdlərdə daha zəif olmuşdu, amma bu 3 proqramın içində dedik ki, biraz ürək açan nəticə hansında olmuşdu? Teamsdə. Belə müəllimlər, düşünürəm ki, daha bir şey qalmadı, xırdalığa qədər getdik. Hər birinizə uğurlar.